Babəkin xilafət ordusunu düz 7 dəfə məğlub etdiyini bilirdinizmi? Bəs onun xəyanətə uğrayaraq məğlub olmasından necə? Xəbəriniz var idimi? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. Azərbaycan tarixində böyük əhəmiyyətə malik olan Xürrəmilər hərəkatı 8-ci əsrin sonu, 9-cu əsrin əvvəllərində Ərəb xilafətinin Azərbaycanda yerli əhaliyə qarşı zülmünə və ədalətsizliyinə qarşı yönəlmiş xalq üsyanı hesab olunurdu. Üsyanın əsas rəhbəri Cənubi Azərbaycanın Ərdəbil vilayətində doğulmuş Babək idi. Babək haqqında söhbətə başlamazdan əvvəl gəlin onun Xürrəmilərlə necə bir araya gəlməsindən, hansı hadisədən sonra üsyan rəhbəri olmasından danışaq. Əməvilər sülaləsinin dövründə başlanan Azərbaycan torpaqlarının işğalı 705-ci ildə Albaniya dövlətinin süquta uğraması ilə tamamlandı. Bundan sonra ərəblərin Albaniyanın şimalında yerləşən Xəzər xaqanlığı ilə müharibələri başladı. 8-ci əsrin sonuna kimi davam edən bu müharibədə ərəblər Xəzərlərə qalib gəlib Qafqazda tamamilə möhkəmləndilər və İslam demək olar ki, regionun əsas dininə çevrildi. Amma uzun illər davam edən müharibələr yerli xalqın səbir kasasını yavaş-yavaş daşdırırdı. Əməvilərin vergiləri 1-ə 5 artırması, yerli əhaliyə göstərdikləri mənfi münasibət xilafətə qarşı üsyanları qaçılmaz edirdi. 750-ci ildə xilafətdə Əməviləri devirən Abbasilər sülaləsi hakimiyyətə gəldi. Abbasilər yerli xalqa etdiyi zülmlərlə Əməviləri də geridə qoydu. Bu da haqlı olaraq Azərbaycanın müxtəlif yerlərində xilafətə qarşı üsyanların baş verməsinə səbəb oldu. Belə üsyanların birini də Ərdəbil yaxınlığında yerləşən əzəmətli Bəz qalasına sığınan yerli əhali qaldırdı. Qırmızı bayraqlarla xilafətə qarşı duran bu insanlar özlərini Xürrəmilər adlandırmağa başladılar. Xürrəmilərin sorağı o qədər geniş yayıldı ki, digər ərazilərdən də onlara qoşulanlar oldu. Təbəri yazırdı ki, Xürrəmilərin xilafətə qarşı ilk üsyanı Hicrətin 162-ci ilinə təsadüf edirdi. Bu da miladi təqvimlə 778-ci il deməkdir. Lakin Xürrəmilərin ilk üsyanı lokal xarakter daşıdığından xilafət üçün o qədər də böyük təhlükə kəsb etmirdi. Bu zamanlarda Xürrəmilər hərəkatının başında əslən Ərdəbilli olan Cavidan adlı sərkərdə dururdu. Səkkizinci əsrin sonunda Xürrəmlərin növbəti uğursuz üsyanından sonra onların birliyi demək olar ki, pozuldu və üsyançılar arasında parçalanmalar getdi. 810-cu illərdə Xürrəmilər demək olar ki, iki yerə bölünmüşdülər. Bu dövrdə xilafətə qarşı çıxışlara bir müddətlik ara verildi. Xürrəmilərin rəhbərlərindən biri olan Əbu İmran üsyançıların əsas lideri Cavidana tabe olmaq istəmirdi. Günbəgün artan çəkişmə Xürrəmiləri xeyli zəiflətdi. 816-cı ildə Cavidan və Əbu İmran təkbətək döyüşdə üz-üzə gəldilər. Cavidan Əbu İmranı döyüş meydanında öldürsə də, aldığı ağır yaradan 3 gün sonra həyatını itirdi. Cavidan ölərkən son sözündə Xürrəmlərə rəhbərlik etməyi ən yaxın silahdaşı Babəkə tapşırdı. Babək isə xilafət zülmündən qurtulmaq üçün Bəz qalasına sığınan kəndlilərdən biri idi. O burada döyüş qabiliyyətlərinə yiyələnmiş, at sürmək öyrənmiş, bir sözlə Cavidanın ən yaxın adamlarından birinə çevrilmişdi. Cavidanın dul arvadı ilə evlənən Babək Xürrəmi qısa zamanda üsyançıların rəğbətini qazandı. 816-cı ilin yayında Babəkin yeni Xürrəmi lideri təyin olunması ilə üsyanın məcrası tamamilə Ərəb xilafətinə qarşı yönəldi. Bu həm də Azərbaycan xalqının milli azadlıq mübarizəsi idi. (816-cı ilin payızında Babəkin rəhbərliyindəki Xürrəmilər Bəz qalasından ayrılaraq Ərdəbil istiqamətinə yola düşdülər. Bir neçə gün sonra Babəkin ordusu Ərdəbil şəhərinin yaxınlığında ərəblərlə üz-üzə gəldi. Günlərlə davam edən döyüşdə Xürrəmilər ərəbləri ağır şəkildə məğlubiyyətə uğratdılar. Bununla da Xürrəmilər Ərdəbil şəhərinə nəzarəti ələ keçirdilər. Ərdəbildəki bu qələbə Xürrəmilərin gücünü bir daha sübut etdi.
819-cu ildə Abbasi ordusu böyük bir qüvvə ilə Xürrəmlərin mərkəzi olan Bəz qalasına doğru hərəkətə başladı. Lakin Bəz qalasının yolunun üstündə yerləşən Xalxal kəndində Xürrəmlərin ərəblərə qəfil hücumu ilə xilafət ordusu xeyli itki verdi. Onlar Bəz qalasını mühasirəyə alsalar da heç bir uğur əldə edə bilmədilər. Ərəblər üzərində qazanılan bu qələbə Babəkin və onun tərəfdarlarının şöhrətini daha da artırırdı. Artıq onun ordusunun sıralarında döyüşənlər yalnız Cənubi Azərbaycanın Ərdəbil mahalından deyil, Şirvandan, Qarabağdan, Arandan, Təbrizdən, bir sözlə Azərbaycanın hər yerindən idi. (829-cu ildə ərəblər Bəz qalasını tutmaq məqsədi ilə 100 minlik ordu ilə Həştadsar dağı istiqamətində hücuma keçdilər. Lakin döyüşə öncədən hazırlıq görən Babək xilafət ordusuna qəfil zərbələr vurdu və ərəblər döyüş meydanında xeyli itkilər verib geri çəkildilər. Həştadsərdəki bu qələbə Babəkin nüfuzunu daha da artırdı. 830-cu ildə Xürrəmilərin və ərəblərin orduları Həmədan şəhərinin bir addımlığında üz-üzə gəldilər. Günlərlə davam edən döyüşün sonunda Babək ordusundan sayca qat-qat çox olan ərəb ordusunu darmadağın etdi. Bu qələbə ilə Xürrəmilər Həmədan vilayətini də ələ keçirdilər. Həmədan qələbəsindən sonra Cənubi Azərbaycan tamamilə Xürrəmilərin nəzarətinə keçdi. Bu dövrə kimi Babəkin rəhbərliyindəki Xürrəmilər düz 7 dəfə xilafət ordusunu ağır şəkildə məğlubiyyətə uğratmışdılar. Babək Xürrəmi ilə bacara bilməyən xəlifə Məmun və onun qardaşı Möhtəsim bu dəfə fərqli bir taktikaya əl atdılar. Onlar 832-ci ildə öz döyüşkənliyi ilə şöhrət qazanmış sərkərdə Afşini şimal ordularına komandan təyin edib Xürrəmilərin üzərinə göndərdilər. Türk mənşəlli Afşin bu vaxta kimi xilafət ordusuna sədaqətlə xidmət etmiş və 831-ci ildə Misirdə Adus Əl-Fəxrinin qaldırdığı üsyanı yatırmaqla xəlifənin rəğbətini qazanmışdı. Xəlifənin sərkərdə Afşini Babəkin üzərinə göndərməsi Xürrəmilər hərəkatına da təsirsiz ötüşmədi. Qətiyyətli bir sərkərdə olan Afşin böyük vədlər qarşılığında Babəkin bir neçə yaxın adamını satın aldı. Bir il boyunca ordusunu döyüşə kökləyən Afşin 833-cü ilin yazında öz qüvvələri ilə Bağdaddan Azərbaycan istiqamətində yola düşdü. Xilafət və Xürrəmilərin qüvvələri 3 il əvvəl olduğu kimi yenə də Həmədan şəhərinin yaxınlığında üz-üzə dayanmışdı. Lakin bu dəfə xilafət ordusunun başında türk qanı daşıyan Afşin dururdu.